Hal-hazırda biz UC Berkeley Universitetində, San Francisco ətrafında yerləşən şəhərdə Azərbaycanlı və eləcə də Amerikanın digər alimlərinin iştirakı ilə, eləcə də Azərbaycanlı professionalların iştirakı ilə olan 2 günlük forumdayıq. Bu forum həm alim, həm də innovasiya sahəsində olan peşəkarları bir araya gətirir. Berkeley Universitetində Akademiya və İnnovasiya Forumu keçirildi. Azərbaycanlı Alimlər Şəbəkəsinin təşkilatçılığı, Kaliforniya Azərbaycan Dostluq Cəmiyyəti və Şimali Kaliforniya Azərbaycan Mədəniyyəti Cəmiyyətinin dəstəyi, Berkeley Universiteti Azərbaycanlı Tələbələr Birliyinin ev sahibliyi ilə keçirilən 2 günlük tədbirdə ABŞ-nin müxtəlif akademik ocaqlarında çalışan Azərbaycanlı alimlər, araşdırmaçılar, doktorantura tələbələri və yüksək texnologiya şirkətlərində çalışan peşəkarlar, Amerikalı alimlər və startap nümayəndələri, habelə Azərbaycanda təhsil və innovasiya sahəsində çalışanlar iştirak etdilər. Forumun məqsədi təhsil və innovasiya müstəvisində çağırış və imkanların müzakirəsi, Azərbaycan və ABŞ-dəki akademik dairələr və innovasiya mütəxəssisləri arasında əlaqələrin gücləndirilməsi və Azərbaycan əsilli alim və peşəkarlar arasında şəbəkələşməni genişləndirilməsidir. Tədbirdə Azərbaycan Alimlər Şəbəkəsinin rəhbəri George Washington Universitetinin Təhsil və İnsan İnkişaf Fakültəsinin dekan müavini Dr. Sevinç Məmmədova açılış nitqi ilə çıxış edərək innovasiyanın mərkəzi sayılan Kaliforniyada akademik tədqiqat və innovasiya iştirakçılarını produktiv müzakirələrə dəvət etdi. Daha sonra Silikon vadisində tanınmış elm adamları çıxış etdilər. Forumun birinci günündə müxtəlif panellər və sessiyalar çərçivəsində akademiyanın dəyişkən dünyadakı rolu, təhsildə texnologiyaların tətbiqi, innovasiya ekosistemləri, Azərbaycanda tədqiqat potensialının artırılması, ikinci günündə isə ictimai faydaya yönəlik elmi yanaşmalar müzakirə olundu. Həmin gün həm də indiyədək fərdi şəkildə təhsil, texnologiya və digər sahələrdə Azərbaycanlı tələbələr və mütəxəssislərlə müxtəlif yollarla töhfə verilmiş şəxslərin təqdimatları nümayiş olundu. Tədbirin sonunda Azərbaycanlı alim və mütəxəssislər tərəfindən icmanın inkişafına töhfələr, real təcrübələr və gələcək əməkdaşlıq imkanları təqdim edildi. Bundan sonra belə təşəbbüslərə qoşulmaq istəyənlər üçün yeni platformanın təqdimatı oldu. Bizim bu günləri bura yığışmamızın məqsədi Azərbaycan və Amerika arasında olan körpünü daha da gücləndirmək, akademik təcrübəmizi bölüşmək və gələcək partnyorluq, birlikdə tədqiqat işlərini müzakirə etməkdir. Düşünürəm ki, konferansımız çox uğurlu keçdi. Yeni dostlar qazandıq, yeni alimlərlə tanış olduq və Azərbaycan üçün nə edə bilərik sualına cavab az da olsa tapa bildik. Amerikanın bir neçə universitetləri ilə Azərbaycan universitetləri çox yaxşı partnyorluq əlaqələri var, birlikdə iş görürlər. George Washington Universitetinin Azərbaycanın 2 universiteti ilə çox yaxından əlaqələri və əməkdaşlıqları mövcuddur. Bu məsələ yalnız Azərbaycan üçün maraqlı deyil, Amerika üçün də, Amerika universitetləri üçün də Azərbaycan təcrübəsindən öyrənmək çox yararlıdır. Bu əməkdaşlıq yalnız tədris almaq, təhsil almaq kimi deyil, gələcəkdə birgə tədqiqatlar, birgə əməkdaşlıqlar, birgə çıxışlar kimi də nəzərdə tutulur. Ümid eləyirəm ki, bizim konferansımız və yaratdığımız bu platforma həvəsləndirəcək həm Amerikada olan tələbələri, həm Azərbaycanlı, həm xarici tələbələri, həm də Azərbaycanda olan tələbə və müəllim heyəti üçün bir yol açacaq ki, bu əməkdaşlıqları genişləndirsinlər. 20 ildir proqramlaşdırma sahəsində çalışıram, sistemlər qururuq. Mən burada hal-hazırda İTVISA deyiləsi bu AI logistika platforması və AI üzərində, səhəllərin üzərində çalışırıq. Uzun müddətdir burada bir neçə layihələrim, şirkətim olubdur. Həm Amerikada, həm Kanadada fəaliyyət göstəribdir. Bu formatda ümumiyyətlə tədbirlər çox az olur. Nəyə görə mənə maraqlı gəldi? Çünki həm akademiya və burada biznesin birləşməsi çox önəmlidir. İstər-istəməz istənilən akademik, elmi araşdırma, bilgilərin əldə edilməsi və o bilgilərin də biznesdə tətbiq edilməsi çox önəmli bir məsələdir. Yəni o baxımdan bu tip biraz yaxşı mənada iki sahənin birləşdirilməsi, birlikdə müzakirələr, birlikdə yəni maraqlı seminarlar keçirilməyinə kifayət qədər maraqlı bilgilər əldə edə bildik və Plusdakı bizneslər akademik bilikləri necə biznesə tətbiq etmələr, onun üzərində çox ciddi düşüncələr, fikirlər oldu. Həmçinin də akademiya insanları necə biznesdə
o bilikləri tətbiq eləmək olar, o elmi araşdırmaları tətbiq etmək olar. Yəni bu ara onu deyim ki, burada çox dəyərli insanlar var və öz işini qurub qabağa gedən insanlar da var. Hardasa böyük şirkətlərdə işləyənlər də var. Yəni tövsiyəm təbii ki, önəmlisi ilk öncə riskdən qorxmamaq, yəni mütləq olaraq, yəni işin daha arzularınızda olduğunuz istənilən bir ideyanın və yaxud da ki, düşüncənin, bu əgər innovativ və yeni bir düşüncədirsə, onun üzərində davamlı getmək, qorxmamaq, çətinliklər uzağı, yəni Amerika kimi bazarda burada imkanlar çoxdur, kifayət qədər böyük imkanlarınız var. Sadəcə çalışıb öz arzularınızın dalınca getmək olar. Bu bir, yəni mənim təklifimdir və tövsiyəmdir. İkinci tövsiyəm isə biraz səbirli olmaqdır təbii ki də. Yəni çünki mən fikirləşirəm ki, çox biz dəyərli və çox savadlı bir millətik, ümumiyyətcə. Yəni hər birimizin öz bir qabiliyyətimiz var. O qabiliyyətləri burada daha uğurlu tətbiq eləmək baxımından çox gözəl bir bazar imkanı var. Onu mütləq dəyərləndirmək lazımdır. Konfransın əsas məqsədi Azərbaycanla Amerika arasında elm təhsil sahəsində körpünün qurulmasıdır. Çox gözəl ideyalar irəli sürüldü. Çalışacağıq ki, burada olan universitetlərlə, Amerikada çalışdığımız universitetlərlə, Azərbaycanda olan müxtəlif universitetlərlə arasında körpü qurulsun və elmi ideyaların bağlantısı yaransın. Bu universitetdə olan işləyən professorlarla və Azərbaycanda oxuyan tələbələr arasında, xüsusilə də ADA Universiteti, Xəzər Universiteti, Bakı Dövlət Universiteti arasında bu belə ideyalar irəli sürüldü. Yayda Azərbaycanda deyək ki, yay məktəbləri olsun və Azərbaycanda oxuyan tələbələr bura dəvət olunsunlar və burada müxtəlif kurslar verilsin. Deyək ki, Azərbaycanlı professorlar tərəfindən və yaxud da Amerikada çalışan yerli professorlar tərəfindən burada müxtəlif kurslar verilsin və tələbələr də buradan öyrənsinlər. Və bir də gələcəkdə onların Amerikaya, əgər istəyirlərsə, Amerikaya, Avropaya təhsil üçün davam elətdirmək istəyirsə, burada bu professorlarla onlar arasında bir körpü yaransın. Məqsədlərdən biri də budur. Bu da iki möhtəşəm günün sonu. 26-27 iyun tarixlərində Amerikanın dörd bir yanında, bütün ştatlarında yaşayan Azərbaycanlı alimlərin, alim olmaq istəyən gənclərin, ziyalıların və onların dəstəkləyən dostların, kolleqalarının, digər alimlərin, universitet alimlərinin və kollec alimlərinin ürəkləri həmən bu əzəmətli binada UC Berkeley-in konfrans zalında döyünürdü. Buraya Azərbaycandan olan Amerikalı alimlər, yəni Azərbaycan əsilli Amerikan alimlər universitetlərdən və alim olmaq istəyən gənclər toplaşmışdı və bu 2 gün, 2 saat baxımından uzun, amma maraq baxımından çox qısa bir günə həm elm, həm innovasiyalar, həm texnologiyalar, həm biznes, həm sənayeni və bu haqda müzakirələri, süni intellekt və süni intellektin bütün bu sadaladığımız, yuxarıda sadaladıqlarımız elmin və sənayenin sahələrinə tətbiqi haqqında geniş müzakirələr aparıldı. Bu müzakirələrdən mən bir izləyici kimi çox böyük bir zövq aldım və hesab edirəm ki, həm müəyyən bir nəslin alimləri, yəni bir qədər yaşlı nəslin nümayəndələri, orta nəslin nümayəndələri və hətta gənc nəslin, yəni alimlik və ziyalılıq yolunda olan, əlindən gələni edən gənclərimiz biri-biri ilə çox yüksək fikir müzakirələrində və interaktiv fikir müzakirələrində bulundular. Qeyd etmək yerinə düşər ki, dünyaca məşhur Azərbaycanlı alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi Lütfüzadə 1959-1991-ci illərdə Kaliforniya Berkeley Universitetinin elektrik mühəndisliyi və kompüter elmləri fakültəsində professor kimi fəaliyyət göstərib. O 1973-cü ildə təqdim etdiyi qeyri-səlis məntiq konsepsiyası ilə elm aləmində inqilabi yeniliyə imza atıb. Bu nəzəriyyə isə süni intellekt, avtomatlaşdırma, idarəetmə sistemləri və informasiya texnologiyaları sahələrində geniş tətbiq olunmağa başlayıb. Forumla yanaşı 26 iyun tarixində qonaqlar üçün Berkeley Universitetinin klubunda qala ziyafət təşkil olundu. Ziyafətdə ləziz təamlarla yanaşı Azərbaycanlı musiqiçilərin ifasında milli musiqi nömrələri təqdim olundu.
100-ədək iştirakçının qoşulduğu tədbirin təşkilatçıları forumun tərəfdaşlarına təşəkkür bildirdilər. Günel Feyzullayeva, Ramina Hüseynova, Humay Cəfərova, Tofiq Ağayev, Berkeley, Kaliforniya, Mira TV.